Salam dəyərli həmkarlar, Atəşgah Sığorta adından hər birinizi salamlayıram. Bilirsiniz, biz hər gün müxtəlif peşə sahibləri ilə danışırıq. Bəs heç düşünmüsünüzmü ki, onların işində bir anlıq, bəlkə də gözə görünməz bir diqqətsizlik nəyə başa gələ bilər? Bax, bugün biz məhz bu sualın cavabını, yəni peşə məsuliyyəti sığortasını dərindən araşdıracağıq. Məqsədimiz nədir? Bu məhsulun nə qədər həyati olduğunu anlamaq və onun müştərilərimizə ən doğru, ən aydın şəkildə necə çatdıracağımızı öyrənmək. Gəlin, başlayaq çox sadə bir suala. Sizcə, öz sahəsinin ən təcrübəli, ən bilikli mütəxəssisləri səhv edə bilərmi? Bir anlıq düşünün. Cavab, əlbəttə ki, bəli, edə bilər. Niyə? Çünki insan faktoru həmişə var. Və bəzən ən kiçik bir səhv, ən kiçik bir diqqətsizlik çox böyük maliyyə nəticələrinə gətirib çıxara bilər. Elə işimizə də məhz bu riskləri anlamaqla başlayırıq. Yaxşı, bəs peşə məsuliyyəti sığortası konkret olaraq nə deməkdir? Ən sadə dildə desək, bu sığorta bir peşəkarın işini görərkən yol verdiyi bir səhv, bir səhlənkarlıq və ya xidməti tam göstərməməsi nəticəsində müştərisinə vurduğu maliyyə zərərini qarşılayır. Baxın, buradakı açar söz maliyyə sözüdür. Yəni, söhbət hansısa fiziki zədədən, qırılan bir şeydən getmir. Söhbət sırf pul itkisindən gedir. İndi isə gəlin baxaq, bəs bu risklər ən çox hansı sahələrdə baş qaldırır və o qorxulu sığorta hadisəsi necə, hansı addımlarla yaranır? Bu detalları bilmək, inanın ki, müştəri ilə söhbətdə bizə çox böyük bir üstünlük verəcək. Baxın, bu siyahı əslində çox uzundur. İT şirkətləri, proqramçılar, mühəndislər, memarlar, həkimlər, vəkillər, bir sözlə, öz bilgi, öz məsləhəti ilə xidmət göstərən istənilən peşəkar əslində bu risklə üz-üzədir. Düşünün, onların verdiyi bircə səhv məsləhət və ya hazırladığı qüsurlu bir layihə müştərilərinə asanlıqla yüz minlərlə manat ziyana sala bilər. Və ən vacib məqamda budur. İddia yaranması üçün heç bir yanğın, partlayış, qəza lazım deyil. Proses çox daha sadədir. Birinci addım, səhv xidmət. Bu, yanlış verilmiş bir məsləhət, dizayndakı bir qüsur və ya sadəcə layihənin vaxtında təhvil verilməməsi ola bilər. İkinci addım, müştəri bu səhvə görə birbaşa pul itilir. Ya gəlirdən olur, ya da əlavə xərcə düşür. Və nəhayət, üçüncü addım, müştəri həmin zərərin ödənilməsi üçün sizə qarşı rəsmi hüquqi iddia qaldırır. Budur, sığorta hadisəsi artıq baş verib. Nəzəriyyə, düşünürəm ki, artıq aydındır. İndi isə gəlin bunu real həyatda görək necə işləyir. Elə Azərbaycanda fəaliyyət göstərən bir IT şirkətinin başına gələn bu hadisə peşəkar səhvin nə qədər baha başa gələ biləcəyini bizə mükəmməl şəkildə göstərir. Təsəvvür edin, bazarda adı sanı olan uğurlu bir yerli IT şirkəti böyük bir müştəri üçün müasir onlayn satış platforması hazırlayır. Hər şey əla gedir, müqavilə imzalanıb, komanda həvəslə işə başlayıb. Amma proqramın məlumat bazasına inteqrasiyası zamanı kiçik, amma çox kritik bir səhvə yol verilir. Nəticədə o balaca, heç kimin bəlkə də fikir vermədiyi bir kod səhvinə görə müştərinin bütün onlayn satış sistemi bir neçə gün ərzində tamamilə iflik vəziyyətə düşür. Sayt işləmir, satışlar dayanıb. Və nəticə çox acınacaqlı. Müştəri bu bir neçə gün ərzində tam 50.000 manatlıq satışdan məhrum olur. Bu, birbaşa maliyyə zərərdir. Əgər sistem işləsəydi, bu pul qazanılacaqdı. İndi isə o pul sadəcə yoxdur. Təbii ki, müştərinin reaksiyası da sərt olur. IT şirkətinə rəsmi, soyuq bir iddia məktubu gəlir. Sizin səhvinizə görə biznesim iflic oldu. Bütün zərər ödənilməlidir. Əks halda məhkəmədə görüşəcəyik. Baxın, bu peşə məsuliyyəti iddiasının real, canlı və çox gərgin bir nümunəsidir. Yaxşı, bəs belə bir böhran anında, hər şeyin pisə getdiyi bir vaxtda Atəşgah necə kömək edir? Gəlin indi problemin həllinə keçək və sığortamızın əsl dəyərini, əsl gücünü görək. Bu slayd həqiqətən çox vacibdir. Bura diqqətlə baxaq. Bizim qaydalarımıza, yəni maddə 16-ya əsasən, səhlənkarlıq, səhv və ya qüsurdan yaranan maliyyə zərəri, müştərinin iddiası və hətta məhkəmə müdafiə xərcləri təminata tam daxildir. Amma və bu amma çox önəmlidir. Maddə 17-də qeyd olunduğu kimi, qəsdən edilmiş bir saxtakarlıq, cərimələr, sanksiyalar və ya müqavilə öhdəliklərinin ümumiyyətlə yerinə yetirilməməsi kimi hallar təminat xaricidir. Bu fərqi müştəriyə izah etmək bizim peşəkar borcumuzdur. Deməli, sığortamızla proses necə işləyir? Çox sadə və effektiv. Birincisi, IT şirkəti dərhal bizə, yəni Atəşgaha məlumat verir. İkincisi, biz bir an belə itirmədən şirkətin hüquqi müdafiəsini təşkil edirik. Bu, ən yaxşı vəkillərin, ekspertlərin cəlb edilməsi deməkdir. Və üçüncüsü, məhkəmə qərarı və ya tərəflərin razılaşması əsasında müştəriyə dəymiş o 50.000 manatlıq zərər birbaşa bizim tərəfimizdən ödənilir. Nəticə, IT şirkəti potensial bir iflasdan və reputasiyasını yerlə yeksan edəcək bir böhrandan xilas olur.
İndi isə gəlin satış prosesində ən çox rastlaşdığımız etirazlara və onlara necə cavab verməli olduğumuza baxaq. Bu bölmə sizin üçün birbaşa praktik bir satış alətidir. Əminəm ki, bunu hər biriniz dəfələrlə eşitmisiniz. Mənim onsuz da ümumi məsuliyyət sığortam var, bu mənə lazım deyil. Bu o qədər yayılmış, amma bir o qədər də yanlış bir düşüncədir. Bu iki sığorta növü sanki tamamilə fərqli dünyalardır. Ümumi məsuliyyət fiziki zərərləri qoruyur. Məsələn, müştəri sizin ofisdə yıxıldı, ayağını sındırdı, onun müalicə xərcini bu sığorta ödəyir. Amma peşə məsuliyyəti sırf sizin göstərdiyiniz peşəkar xidmətdən doğan maliyyə itkilərini qoruyur. Nümunəyə baxın, memarın səhv cizgisinə görə binanın bir hissəsi sökülüb yenidən tikilir. Ortada 10 minlərlə manatlıq əlavə xərc var. Bax, bunu ancaq peşə məsuliyyəti qarşılayır. Unutmayın, bu sığortalar bir-birini əvəz etmir, əksinə bir-birini tamamlayır. Aha, digər bir klassik etiraz. Mən 20 ildir bu işdəyəm. Mən peşəkaram, heç vaxt səhv etmirəm. Bu, özünə inamdan irəli gəlir, amma çox təhlükəli bir yanaşmadır. Baxın, bu arqumentə bizim cavabımız çox güclüdür. İddialar təkcə real səhvlərə görə yaranmır. Bəzən müştərilər tamamilə haqsız, əsassız iddialar qaldıra bilər. Siz 100% haqlı olsanız belə, öz haqlılığınızı məhkəmədə sübut etmək, inanın ki, 10 minlərlə manatlıq vəkil xərci deməkdir. Bizim sığortanın ən böyük gücü də budur ki, o, məhz bu əsassız iddialara qarşı bahalı hüquqi müdafiə xərclərini də tam təmin edir. Beləliklə, satış zamanı müştəriyə bu 4 əsas mesajı mütləq çatdırmalıyıq. Birincisi, bu bir xərc deyil, bu sənin biznesinin davamlılıq zəmanətidir. İkincisi, bu sığorta sənin illərlə qurduğun professional reputasiyanı qoruyan bir qalxandır. Üçüncüsü, sənin belə bir sığortanın olması müştərilərinin gözündə etibarını artırır. Və dördüncüsü, bu sığorta ən kiçik bir səhvin böyük bir fəlakətə çevrilməsinin qarşısını alır. Beləliklə, artıq təlimimizin sonuna gəlib çatdıq. Gəlin, öyrəndiyimiz ən vacib məqamları bir daha yekunlaşdıraq. Yadda saxlayın, müştəriyə çatdıracağımız son və ən güclü mesaj budur. Bu sığorta bir cərimə deyil, bu, sizin peşəkar reputasiyanızın və biznesinizin qalxanıdır. Bilirsiniz, peşəkar fəaliyyətdə səhvlər qaçılmaz ola bilər, amma onların fəlakətli nəticələrindən qorunmaq mümkündür. Və məhz atəşkəs sığorta bu qorunmanı təmin edir. Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm. Mən əminəm ki, bugün öyrəndikləriniz sizə bu vacib məhsulu müştərilərimizə daha inamlı, daha peşəkarcanasına təqdim etməyə kömək edəcək. Hər hansı bir sualınız yaranarsa, unutmayın, biz həmişə kömək etməyə hazırıq. Hamınıza işlərinizdə uğurlar.